Selamun Aleyküm, Rahmetullah Berekatuhu. Hər bir kəs salamlayıram. Cabir İmanova, Allah rəhmət eləsin. Yeri cənnət məkan olsun. Bəzi medialardan yayımlayırlar ki, ölüm səbəbi filan kəsdir, filan şey oldu, nə bilim, filan kəsin qoçları belirlədi. Bunu demək istəyirəm. Yer üzündə qoçu yoxdur. Qoçu da sabah kəfənə büküləcək. Qoçu da sabah qocalacaq. Hansısa bir nəynəsə dünyadan gedəcək. Dünyada yer üzündə qoçu deyilən, qoçu heyvana deyirlər. Qoç buğa heyvan rəqəbinə aiddir. Yəni, insan o rəqəbi götürə bilməz. Allah Cabirimizə rəhmət eləsin, yeri cənnət məkan olsun. Azərbaycanın tanınmış gözəl şəxsiyyətlərdən biri idi. Gözəl sözünü, dürüstünü, yerini bilən idi. Allah ailəsinə səbr versin, səbr diləyirik və əziz medialar, əziz o xaricdə oturub raketə güllə qoyub atanlar. Bir Allah bilir, o necə oldu, nə cür oldu. Ona görə də bilib-bilmədiyinizi danışmayın. Onu demək istəyirəm ki, hər kəsin yeri torpağın altıdır. İstəyir heyvan rəqəbli qoç olsun, istəyir nə bilim, nə olur olsun, hamının gedəcəyi yer torpaqdır. Ona görə də ölənin dalınca dedikodu eləmək lazım deyil. Allah yeni cənnət məkan eyləsin, ailəsinə səbr versin.